Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebine Muhammedin ve ala alihi ve ashabihi ecmain. Ötən dərs dinin əslindən danışdım və dedim ki, tevhid dinin əslidir. Dinin əsli yəni o şey ki, din onunla gəlib və o şey ki, din onun şənini, şərəfini böyüdüb və onu təkidlə tələb edib, vurğulayıb. Dinin əsli olan məsələlər, tevhid kimi, axirətə iman kimi, cənnətə və cəhənnəmə iman kimi, Qur'ana iman, yəni Qur'anın Allahın kəlamı olduğuna, məxluq olmadığına iman kimi, peyğəmbərlərə iman kimi, xüsusən sonuncu peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmin risalətinə iman edib onu təsdiq etmək kimi, hansı ki, bütün bunların hamısı dinin əslidir. Bunlar dinin əsli olmayan digər fər'i məsələlər kimi eyni deyil. Məsələ, sədəqə vermək, qohumluq əlaqələrini birləşdirmək, onları ziyarət etmək, müsəlmanlar öz aralarında yardımlaşması, oğurluq etməmək, yalan danışmamaq və s. kimi, yəni dinin əsli olan şeylər bu dediyim şeylər kimi deyil. Baxmayaraq ki, hamısı dindəndir. Hamısı din. Lakin birinci dediyimiz məsələlər əsildir. İkinci dediklərimiz isə bu, həmin bu əsli, yəni mükəmməlləşdirici və yaxud tamamlayıcı, kamilləşdirici şeylərdir. Əslin özü olmadan da onu tamamlayıcı və ya onu mükəmməlləşdirici şeylər boşa işləmiş olur. Necə ki, məsələ, adam namaz qılmır və oturub namazdan sonra olan o zikirlər ki var, 33 dəfə Subhanallah, Elhamdülillah, Allahu Akbar, oturub bunu zikr edərək bunu deyir. Və yaxud dəstəmazsız namaz qılır, sonra oturub bu zikirləri edir. Yəni buna deyirik ki, sənin bu zikirlərinin boşa gedir, boşa işləyir. Niyə? Çünki əsil yoxdur, sənin namazın yoxdur. Və bu zikirlər namazın mükəmməlləşdirici, tamamlayıcı və yaxud kamilləşdirici, təkmilləşdirici bir əməllərdir. Və sənin də əslin yoxdur, sənin namazın yoxdur. Ya tamamilə qılmırsan, ya da ki, qılırsan amma dəstəmazsız qılan namaz da sanki namaz qılmamış kimi, yox kimi bir şeydir. Və sənin namazdan sonra etdiyin bu zikirlər isə hamısı boşa gedir. Faydasızdır, səmərəsizdir. Deməli, əsl olmadan fərqli məsələlər fayda verməz. Xüsusən tevhid kimi əsildən söhbət gedirsə. Çünki bilmək lazımdır ki, tevhidi olmayan inanc, tevhidi olmayan etiqad, yəni tevhid olmayan din və inanc din deyil. Tevhid olmayan inanc, etiqad və yaxud tevhid olmayan din İslam deyil. İslam deyil. Əksinə dinsizlikdir, bütpərəstlikdir. Tevhid olmayan hər hansı bir inanc, din xurafatdır, batildir. Tevhid olmayan inanc, etiqad, din çoxallahlıqdır, çox ilahlıqdır. Çünki biz Qur'an və Peyğəmbərin sallallahu aleyhi və səlləmin 23 illik dəvəti ilə bilirik ki, İslam tevhidlə gəlib. İslam tevhidlə gəlib. Ya eyyuhən-nas qad ca'akum burhanun min rabbikum və anzalna ileykum nuran mubina. Nisa surəsində. Ey insanlar, artıq sizə Rəbbinizdən dəlil gəldi. Yəni tevhid. Və sizlərə açıq, aydın bir nur nazil etdik. Qur'an və Peyğəmbərin dəvəti. Həmçinin Allah Teala buyurur: "Və laqad ba'asna fi kulli ummetin rasula en ya'budullaha və ictenibut-tağut." Biz hər bir ümmətə rəsul göndərdik ki, yalnız Allaha ibadət edin və tağutlardan uzaq durun. Tağutları tərk edin. Və həmçinin Allah Teala buyurur İbrahim surəsində: "Həzə bələğun lin-nas və liyunzaru bihi və liya'lamu ennema huve ilahun vahidun və liyəzzəkkərə ulul əlbəb." Bu insanlara olan bir çağırış, bir bildiric,
bildiriş, bir dəvətdir ki, onunla qorxsunlar və həmçinin bilsinlər ki, Allah tək olan ilahdır. Allah tək olan ilahdır. Yəni ibadətə layiq olan tək, yeganə ilah, həqiqi ilah Allahdır. وَلِيَذَّكَّرْ اُلُوا الْأَلْبَابِ Və ağıl sahibləri bunu düşünüb, bilsinlər, dərk etsinlər, bilsinlər. Deməli, İslam dini tevhidlə gəlib. Və tevhidin ziddi olan şirklə, çox ilahlıqla, bütpərəstliklə, şirklə və müşrikliklə mübarizə edərək gəlib. Və bütün bu dinsizliyi yox etməklə gəlib dinimiz. Allah subhanahu teala buyurur: وَقَاتِلُوهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلَّهِ Onlarla döyüşün, hətta fitnə aradan qalxana qədər və din tamamilə Allaha aid olana qədər. فَاِنْ اِنْتَهَوْا Eğer son qoysalar, yəni bu dinsizliyə, bu şirkə, bu küfrə, bu bütpərəstliyə son qoysalar فَلَا اُدْوَانَ اِلَّا عَلَى الظَّالِمِينَ Yəni zalimlardan başqalarına artıq bundan sonra düşmənçilik yoxdur. Deməli, İslam dininin başlanğıc hədəfi, məqsədi budur. Tək ilaha ibadət olunsun. Yaradan olan, xaliq olan Allaha, tək ilaha ibadət olunsun. Şirk, bidət, xurafat, küfür aradan qalxsın. Buna əsasən də əgər hər hansı bir inancın, hər hansı bir etiqadın əsli batildirsə, bu da tevhiddir. Mütəmadi olaraq da digər bütün söz, inanc və əməllər də batildir. Çünki insanın söz, inanc və əməllərini doğrulayan ancaq tevhiddir. İnsanın sözünü, inancını, əməllərini doğrulayan, onu həqiqi sayan, onu qəbul edən ancaq tevhiddir. Allah Teala buyurur: İnna enzelna ileykel kitabe bil hakka. Biz kitabı sənə haqq olaraq nazil etdik. Fe'abudillah muhlisan lehuddin. Allaha ixlaslı olaraq, dini xalis tutaraq ibadət et. Ələ lillahi dinul xalis. Xalis din Allaha məxsusdur. Xalis din Allaha məxsusdur. وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَا Allah'tan başqa özlərinə övliyalar götürənlər, Allah'tan başqalarına sığınanlar, Allah'tan başqalarını özlərinə məbud götürənlər, مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَ إِلَى اللّٰهِ زُلْفَ Onlar deyərlər ki, biz bunlara yalnız bizi Allah'a yaxınlaştırsınlar deyə ibadət edirik. Allah Teala deyir: İnna Allah yahkum beynehum fima hum fihim yaxtelifun. Allah onların ixtilafda olduqları məsələlər barədə aralarında hökm edəcək. İnna Allah la yehdi men huve kazibun kaffar. Allah yalancı kafirə hidayət etməz. Deməli bu yol yalancıların və kafirlərin yoludur. Hansı yol? Tevhidi olmayan inanc, tevhidi olmayan etiqad, tevhidi olmayan əməllər, bunlar hamısı yalancıların və kafirlərin tutduqları yoldur. Deməli, tevhid varsa din var. Tevhid yoxdursa din yoxdur. Tevhid varsa müsəlmansan. Tevhid yoxdursa müşriksən. Allah Teala buyurur Subhanahu ve Teala: "Ve ya'budun min dunillahi ma la yadurruhum ve la yenfa'uhum ve yekulun haula'i şufa'a'una indallah." Onlar Allah'tan başqa nə fayda verə bilən, nə zərəri qaldıran birilərinə ibadət edirlər və deyirlər ki, bunlar Allah qatında bizim şəfaətçilərimizdir. Qul ətunəbbi'unallaha bimə la ya'lamu fis-semavati və la fil-ard. De, göylərdə və yerdə Allaha bilmədiyi bir şeylər barədə xəbər verirsiniz? Subhanahu və Teala amma yüşrikun. Allah onların qoşduqları şirkdən münezzəhdir, ucadır, paçdır. Etdikləri bu əməllər deməli şirkdir. Yunus surəsi 18-ci ayə. Həmçinin Allah Teala buyurur:
Ve ya'budun min dunillahi ma la yemliku lehum rizqan mine's semavati vel ard. Onlar göylerden ve yerden onlara ruziye malik olmayanlara dua ibadet edirlər. Və la yestatiyun. Və hansı ki bu ruzi verməyi də əsla nədir? Bacarmazlar, qadir deyirlər. Yəni belə birilərinə ibadət edirlər. Nəhl surəsindədir bu ayə, 73-cü ayədə. Və sonra bir neçə ayədən sonra Allah Teala deyir ki: "Və izə ra'allezine eşraku şuraka'ahum." Şirk edənlər, yəni müşriklər qoşduqları şirkləri, şəriklərini gördükdə deyəcəklər: "Qalu rabbana haulai şurakauna ellezine kunna ned'u min dunik." Deyəcəklər ki, ey Rəbbimiz, bunlar, bu şəriklərimiz səndən başqa dua etdiklərimizdir. Səndən başqa yönəldiklərimiz, səndən başqa ibadət etdiklərimiz bu şəriklərimizdir. فَأَلْقَوْا إِلَيْهِمُ الْقَوْلِ إِنَّكُمْ لَكَاذِبُونَ. O şərik qoşduqları isə deyəcəklər ki onlara, sizlər yalansısınız. Sizlər yalansısınız. Həmçinin Allah Teala buyurur: "Və ya'budun min dunillahi ma lam yunazzil bihi sultana." Allah'ın heç bir dəlil nazil etmədiyi, haqqında heç bir dəlil sübut nazil etmədiyi birilərinə ibadət edərlər. وَمَا لَيْسَ لَهُمْ بِهِ عِلْمٍ. Və onların bu barədə heç bir elmi yoxdur. وَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ. Zalimların heç bir yardımcısı yoxdur. Həc surəsi 71-ci ayə. Həmçinin Furqan surəsi 55-ci ayədə Allah Teala buyurur: وَيَعْبُدُونَ مِنْ دُونِ اللّٰهِ مَا لَا يَنْفَعُهُمْ وَلَا يَضُرُّهُمْ وَكَانَ الْكَافِرُ عَلَى رَبِّهِ ظَهِيرًا. Onlar nə fayda verə bilən, nə zərəri onlardan dəf edə bilənlərə ibadət edərlər. Və kafir öz Rəbbinə qarşı nankordur və yaxud öz Rəbbinə qarşı yardım edəndir şeytana. Yəni ki, din bu xurafatla deyil, əksinə bunun əksi olan tohidlə gəlib. Ona görə dedik ki, bu ayələri gətirməkdə məqsədimiz oydur ki, tohid varsa din var, tohid varsa din yoxdur. Tohid varsa müsəlmansan, tohid yoxdursa müşriksən, müsəlman deyilsən. İnsana müsəlman edən tohiddir. Çünki tohid əsildir. Əsil olmadan fər'i şeylər düzgün olmaz. Kök olmadan budaq olmaz. Allah Teala buyurur: "Kul innema yuhi ileyye." Allah Teala buyurur. Deməli, Ənbiya surəsində 108-ci ayədə: "Kul innema yuha ileyye." De, mənə vəhiy olunur ki, "Ennema ilahukum ilahun vahid." Sizin ilahınız tək olan bir ilahdır. Sizin ilahınız ibadətə haqqı olan, ibadətə layiq olan yalnız tək bir ilahdır. Fəhəl entum muslimun. Siz müsəlman olacaqsınızmı? Görün ayəni Allah subhanahu wa ta'ala necə başlayır və necə bitirir. Allah Teala buyurur ki: "Qul innəmə yuha ileyyə." Mənə vəhiy olunur. Görün, dinin əslidir bu. Vəhiy olunur. Nədir o vəhiy olunan? Görün necə vurğulanır. Mənə, yəni Quranda çox nadir olaraq deyir ki, Allah Teala de ey peyğəmbər, mənə vəhiy olunur və sonra vəhyin ardınca nadir məsələlər qeyd edir. Və ən başlanğıcı tohiddir. Baxın, nədir o vəhiy olunan? Amma halbuki vəhiy olunan şeylər, əhkamlar çoxdur. Amma məhz Allah Teala çox nadir bunu vurğulayır. Deyir ki, de mənə vəhiy olunur ki, sizin ilahınız tək olan bir ilahdır. Yəni ibadətə layiq olan, heç bir şəriki ortağı olmayan ilah yalnız odur. Sonra sonunu necə bitirir ayənin? Fəhəl entum muslimun. Elə isə müsəlman olacaqsınızmı? Deməli, nə zaman siz müsəlman olacaqsınız? Nə zaman ki, siz tək məbudunuz olan, tək, yəni həqiqi, haqqı ilə ibadət olunmağa layiq olan ilahınız, varlığınız olan Allahın tək olan ilah, o ibadət olunan məbud ilah olduğunu dərk edib biləndə. Yəni, ibadətlərlə yalnız ona yönələndə. Yəni, axır ki, İslamın hədəfi, İslamın qayəsini dərk edib, məqsədini bilib, dinin əslini bilib, Allaha ibadətlərlə təslim olub, şirki, küfrü tərk etməklə müsəlman olacaqsınızmı? Müsəlman olacaqsınızmı? Deməli, müsəlman necə olur, İslam necə olursa, kim onu bilmək istəyirsə, bu ayə üzərində yaxşı-yaxşı düşünsün. Ənbiya surəsi 108-ci ayə. Deməli, dedik ki, tohid əsildir. Tohid olmadan fər'i şeylər, yəni onun üzərində qurulan kök, budaq olan şeylər nədir?
fayda verməz. Və buna görə də icma edilmiş bir qaydadır ki, inşallah bu qaydayı növbəti dərsdə qeyd edərəm. O da odur ki, əsl olmadan törəmə və onun üzərində qurulan şeylər batildir, fayda verməz. Allah Subhanahu taala bizləri tevhid əhli olan möminlərdən etsin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi ecmaîn.